Bir hədis vardı. Əziz Peyğəmbərimiz Əli əleyhissalama xitab edərək belə buyurur: Ya Əli, haqqul vələdi əla validihi. Hər bir övladın, uşağın ata boynunda haqqı vardır ki, ata gərək ona riayət eləsin. Birincisi budur ki, ən yuhəssinə isməhu. Gərək onun adını ona gözəl adı versin. Bu bir dənə övladların, uşaqların haqqıdır ata boynundakı, ona adı verəndə gözəl, mənalı, peyğəmbərlərin, imamların, əgər qız uşağıdırsa, xanım Fatimə Zəhra salamullah əleyhanın bu gözəl adlarından adı versin. Və ədəbəhu və onun ədəbini də, qanacaq qabiliyyətini, ədəb qaydalarını ona öyrətsin, ədəbini də gözəl eləsin. Və yəzəəhu muziən salihən və elə eləsin ki, o Allaha salih bir bəndə olsun. Bu və bu kimi hədislərə əsasən hər bir atanın, valideynin boynunda bir vəzifədir ki, gərək övladına gözəl